Salam əziz və dəyərli abituriyentlər. Biz bugün ilin yekununda keçirilən ən sonuncu həm də ümumi sınaq imtahanımızın tapşırıqlarını yoxlayırıq. Vaxt itirmədən keçid edirəm suala. Birinci sualımız say sistemi mövzusu ilə əlaqəli sualdır. Deyir ki, 8-lik say sistemində ilk və son rəqəmi eyni. Qalan bütün rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədədi 16-lıq say sisteminə çevirsək, onun ilk və son simvolu nə olacaq? Əvvəla, 8-lik say sistemində 4 rəqəmli bir ədəd düşünməliyik biz. Bu, mümkün olan ən kiçik ədəd olmalıdır və onun ilk və son rəqəmi eynidir. Ən kiçik olması üçün bu ədəd 1 rəqəmi ilə başlamalıdır və ilk və son rəqəmi eynidir deyə, deməli sonda da 1-dir. Qalan rəqəmlər müxtəlifdir deyə, burada ən kiçik olması üçün 0, burada isə 2 yaza bilərik. 8-li say sistemindədir. Biz bunu 16-lıq say sisteminə çevirmək üçün birinci növbədə bunu 2-lik say sisteminə çevirməliyik. Necə çevirəcəyik bunu? 4-2-1 qaydamız var. 4-2-1. Hər bir rəqəm üçün ayrı-ayrılıqda yazırıq. Bundan sonra 1 alınır 0, 0, 1 şəklində. Bu 0-ın özüdür. Bu 2-dir, bu da 1-dir. Bu ikilik say sistemindədir. Biz indi bunu çevirməliyik 16-lıq say sisteminə. 16-lıq say sisteminə çevirmək üçün bunu sağdan sola doğru 4-4 ayırırıq. Ayrılan hissələrin üstünə 8, 4, 2, 1 yazıb yerdə qalan rəqəmlərin üstlərini toplayıb aşağı yazırıq. Burada 2, burada 1, burada da 1 alınır. Və sual da bu idi. Yekun alınan 16-lıq ədədin ilk və son rəqəmi nə idi? Belə bir sadə sual idi. İkinci sual. En sayda iç-içə çəkilmiş altıbucaqlının təpələrini şəkildəki kimi birləşdirməklə alınan qrafın matrisindəki birlərin sayını müəyyən edin. Kiçik bir xatırlatma eləyim ki, hər hansı bir qrafın matrisi tərtib olunanda, qonşuluq matrisi tərtib olunanda bu formada A, B, C, D təpələri tutaq ki, deyək ki, bu məsələn A təpəsi, bu isə B təpəsidir. A təpəsindən B təpəsinə yol var və xəttin ucunda istiqamət yoxdur. Yəni, bu həm gediş, həm də gəlişi göstərən tildir. Onda biz A-dan B-yə də 1 yazırıq, B-dən də A-ya 1 yazırıq. Çünki A-dan da B-yə gedə bilirik, B-dən də A-ya qayıda bilirik. Yəni, bu yol qövs deyil. Belə çıxır ki, bir til 2-1-i əks etdirir. Başa düşdünüz? Bir dənə yolumuz həm gediş, həm gəliş olduğu üçün A-dan B-yə, B-dən də A-ya 2 dənə 1-i əks etdirir. Yəni, buradakı xətlərin sayını tapsam, 2-yə vursam olur cədvəldə birlərin sayı. Gəl baxaq. Bir altıbucaqlı fiqur ən kənardakında neçə xət var, onları saymağa çalışacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Özündən içərdəki daha kiçik altıbucaqlının xətlərini, təpələrini özünə birləşdirmək üçün iç xətlərini də saydım. Yəni, mən saydım ki, bir altıbucaqlı fiqur 12 til təşkil edir. 12 tildən təşkil olunur. Bir dənəsi, bir fiqur. Amma burada n sayda fiqurdan söhbət getdiyi üçün onda 12n sayda xətt olmalıdır. Lakin bir şeyi də diqqətinizə çatdırım ki, mənim bu saydığım iç xəttlər ki var, yəni bunlar, ən axırıncı fiqurun içində olmayacaq. Ona görə ki, bu fiqurun davamında təpələr yoxdur. O görürsən, boş qalır, yəni məntiqsizdir. Bu iç xəttlər ləğv olunacaq. Yəni, bizim əgər 12n dənə ümumiyyətlə xəttimiz olacaqsa, ümumi xətt sayından ən axırda içəridə qalan, içdə qalan 6 dənəsini ləğv edirik.
Bu oldu bizim tillərimizin, xətlərimizin sayı. Və bayaq da mən qeyd elədim ki, bir til 2 biri daşıdığı üçün mən bunu vururam əlavə olaraq 2-yə. 24 n çıx 12. Bu bizim birlərimizin sayıdır. Sıfırların sayını istəsə, ümumi nöqtələrin sayını tapıb, neçə dənə təpə varsa, kvadrata yüksəldib, sonra ondan da bunu çıxacaq, olacaq sıfırların sayı, əgər onu soruşsaydı. Üçüncü sual. A dəyişəninə 1200 verilir, B dəyişəninə 800 verilir. While nə qədər ki deməkdir? Nə qədər ki A-na B-nin cəmi 100-dən böyükdür, bu dövrü yerinə yetir. Dövrlərimizin sayı n-dir. Soruşur ki, dövrlərin sayı nəyə bərabər olacaq? Yəni, düşünürəm ki, mən bunu bir-bir həll eləməyə çalışsam, 1200 ilə 800-ün cəmi 100-dən böyükdür. Bəli, girir içəri, A-nı alır 1225, B-ni alır 770. Növbəti dəfə bunların cəmi 100-dən kiçikdir. Bəli. Və bunu bir daha hesablayacağım. Sonra bəli, bir daha hesablayacağım. Bir daha. Dövrlərin sayı ən kiçik ədəd variantlarda 76 görürəm. Mən bunu 76 dəfə hesablaya bilmərəm. Buna mənim imtahanda vaxtım yetməz. Mən deməli burada başqa bir yola əl atmalıyam, başqa bir şey düşünməliyəm. Baxıram ki, hər dövrə girəndə A 25 vahid artsa da B 30 vahid azalır və onların təzədən while-ın şərtinə qayıdan misaldakı A plus B cəmi belə çıxır ki, hər dəfə 5 vahid əskilir. Bəs biz bunların ilk cəmi ki var, A plus B, ilk dəfə 2000 olub. Hər dövrdə 5 vahid azalıraq ümumiyyətlə cəm, düzdür? A25 artıram, B30 azalır. Yenə də A-nın B-nin cəmi 5 vahid daha az oldu. Yəni, gələn dəfə bunların cəmi 1995, gələn dəfə 1990, belə-belə gedir. Və while-dan çıxması üçün bu şərti pozan ədəd alınmalıdır. 100-dən kiçik bərabər. 100-ə bərabər olanda, bir dəqiqə, 100-ə bərabər olanda proqram bitəcək. Mən bir dövrdə 5 çıxıram, n-dən dövr ərzində isə 5n fərqi olmalıdır da orada. 2000-dən 5n-ə çıxanda 100 alınır. Bu bərabərsizliyi həll edirik, bu tənliyi həll edirik. Buradan 5n bərabərdir 1900, n bərabərdir 380. Bu, uşaqlar, bizim dövrlərimizin sayıdır. 380 dövrdən sonra cəm 1900 vahid azalıb 100-ə bərabər olacaq. Windows əməliyyat sistemi ilə bağlı verilmiş fikirlərdən hansılar doğrudur? Silinən obyektlər müvəqqəti olaraq temporary files yox. Silinən obyektlər ümumiyyətlə civil qutusu, recycle bin adlanan qovluğa yerləşdirilir. Bu yanlışdır. Qovluq pəncərəsi adlı pəncərə var. Pəncərə növləri var idi. Qovluq, proqram, tətbiq və sistem proqram fərqi yoxdur. Var idi dialoq pəncərəsi və sorğu pəncərəsi. Yadınıza salaq bunları. Bu düzgündür. Əslində Java variantları ilə işləsək, cavab artıq hazırdır. C bəndindəki bu faylın adı qoyula bilər. Yəni, belə fayl adı yaratmaq olar. Bəli, ət işarəsi qadağan deyil. Burada dırnaq işarələri kənarlarda fərqləndirici nişan xarakterli qoyulub. Yəni, bunlar adın tərkib hissəsi kimi istifadə olunmayıb. Yəqin ki, kənarda olmasından anlamısınız. Ət işarəsidir, nöqtədir, doktor, campdir, boomda heç bir qadağan olunmuş detal yoxdur. Bu doğrudur. Qadağan olunmuş işarələri tez-tez belə üstündən keçsəm, bu işarələrdir. Slashlar, qoşa nöqtə, ulduz, sual, cüt, qoşa dırnaq, böyük-kiçik işarələr düz xətt. D. Details görünüş rejimində faylların ölçüsü, tipi, axırıncı düzəliş tarixi haqqında informasiya müvafiq sütunlarda əks olunmur deyir, lakin əks olunur. Gəlin baxaq. Məsələn, qovluq pəncərəsi və içərisində bizdə görünüş rejimi detailsdır. Details görünüş rejimində obyektlər düzlüklər name sütununda, qarşısında
Date modified, onlar son dəyişiklik tarixləri. Type, onların tipləri, shortcut, JPG, Adobe Acrobat Reader ilə açılan fayllar, Excel faylı, Word faylı və s. və burada size, ölçüləri. Details görünüş rejimi bir cədvələ bənzəyir. Sanki o cədvəlin tərkibində 4 dənə. İndi bu Windows 11-də var bu hissə. Yəni bunu buradan ləğv edə bilərik. Belə. Faylın adı maksimum 256 simvoldan ibarət ola bilər. Fikri yanlışdır, çünki maksimum 255 simvol ola bilər. Faylın qısa yolu silindikdə onun istinad etdiyi fayl da silinir. Xeyr. Əgər sən qısa yolu silirsənsə, fayl yerində qalır. Hətta faylı silsən belə qısa yol yenə də silinmir. Qısa yol ekranda qalır. Sadəcə sən qısa yola klikləyib daxil olmaq istəyəndə sistem sənə xəta haqqında xəbərdarlıq verir. Deyir ki, faylı yoxdur, bu istinad açılmır, istinadı da silim, yes, no. Seçimi sən eləyirsən. Amma özü avtomatik silinmir, yəni belə bir şey yoxdur. İkilik say sistemində verilmiş ədədi Rum say sisteminə çevirdikdə hansı ədəd alınır? Ədədin üstünü 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 olaraq nömrələyirəm. Alınmış ədədi onluq say sisteminə çevirirəm. 1 vurulsun 2 üstə 11, üstə gəl 1 vur 2 üstə 1, üstə gəl 1 vur 2 üstə 0. Bu 2051 edir. Bu onluq ədədi Rum say sisteminə çevirək. Rum say sisteminin qaydası belədir ki, hər bir mərtəbə ayrı-ayrılıqda təsvir olunmalıdır. Millik mərtəbəsi ayrılıqda, yüzlük mərtəbəsi ayrılıqda yoxdur hal-hazırda. Onluq mərtəbəsi ayrılıqda, təklik mərtəbəsi ayrılıqda. MMLE B variantındakı cavab bizim ikili say sistemində verilmiş bu ədədimizin Rum say sistemində təsviridir. 6 nömrəli tapşırıq Python-la bağlı, proqramlaşdırma ilə bağlı sualdır. X və Y dəyişənlərinin dəyərləri verilib. Bura diqqətlə baxsaq, if, elif, else. Bunlar bir-biri ilə əlaqəli olan tam budaqlanmanın hissələridir. Və əgər biz budaqlanmanın birinə daxil oluruqsa, avtomatik digər ondan sonraki budaqlanmaların heç biri işləyə bilməz. If-i yoxlayıram, x 2-yə böləndə qalığın 0-a bərabər olması cüt olması deməkdir. X cütdürmü? Bəli. Biz bu if-ə daxil olduq. Artıq bunların heç birinin yerinə yetirilmə ehtimalı yoxdur. If-ə daxil olan kimi sual verir bizə ki, y-i 3-ə böləndə qalıq 0 alınırmı? Yəni y 3-ə bölünən ədəddirmi? Bəli. Bu if-ə də daxil olduq, bu else ola bilməz. Və bu if-in daxilindəki print A yerinə yetirilir. 7 nömrəli sual. Unicode standartında hazırlanmış 9 səhifəlik mətn faylını 2/48 güclü əlifbaya keçirəndə və 3 səhifəni siləndə faylın həcmi necə dəyişəcək? Həcm 1, yəni faylın ilkin vəziyyətinin yaddaş tutumunu hesablayıram. Bu səhifə kitab məsələsinə aiddir. Necə hesablayırdıq? Səhifə, simvol, sətir, kodlaşdırılma sisteminin iki üstündəki tərtibi, onların hamısının hasili bizə verirdi həcmi. Səhifə sayımız var, 9 səhifə olub. Hər səhifədə S, X fərq etməz, S dənə simvol olub və hər simvol kodlaşdırılıb 2 baytla. Yəni, əvvəl bunun həcmi S vurulsun 18 bayt olaraq hesablanıb. Amma daha sonra bunun 9 səhifəsinin 3-ü silinib, 6 səhifəsi qalıb. Simvol sayında heç bir dəyişiklik edilməyib, lakin əlifbası dəyişilib və bir simvol 48 bit, yəni 6 bayt ilə hesablanıb. S vurulsun 36 bayt. Deyir ki, ikinci həcmlə birinci həcmin müqayisəsində nə dəyişiklik olub? Simvol sayı onsuz da dəyişməyib, dəyişən həcm olub 2 dəfə artıb. Yəni, həcm 2, həcm 1-ə nəzərən 2 dəfə artmışdır. 8 nömrəli sual.
Python dilində yazılmış proqram nəyi çap edir? K0, cəm 0, while true. Bu isə uşaqlar sonsuz dövrdür. Yəni hər hansı bir özvü sual tərtib edəndə sonsuz dövr yaratmaq kimi bir fikriniz, bir niyyətiniz olsa, bunu while true vasitəsilə edə bilərsiniz. Və deyəcəksiniz ki, sonsuz dövr yaradırıqsa, bəs o dövrü necə bitirək? Yəni bizə dövr lazım olmayanda dayansın. Onun üçün biz bunu break operatoru ilə durdura bilərik. İndi qabaqda görəcəksiniz. While dövrünün daxilində bizdən ədəd adlı dəyişənə int input ədəd daxil etməyimizi istəyir. Misal üçün, mən daxil eləyirəm, deyək ki, 13. 13 sadə ədəddir həm də. Ədəd 13-dür. Ədəd. For j in range 2-dən ədədə qədər, 2-dən 13-ə qədər, amma 13 özü daxil deyil. 2, 12 aralığındakı ədədlərdir, j-lər. Əgər mənim girişə verdiyim 13 ədədim 2-dən 12-yə qədər olan ədədlərdən hansınasa qalıqsız bölünsə, bu if yerinə yetiriləcək. Amma olmasa for bitir və bu if else yoxlanılır. Mən 13 vermişəm. 13, 2-12 aralığındakı ədədlərin heç birinə tam bölünmür. Ona görə bu for axıra qədər boş yerinə yetirilir və sual verir axırda. K. K nədir? Mənim başda verdiyim bu K dəyişəni. K ya da mənim verdiyim ədəd hansısa biri 1-dirmi? Yox. K 0-dır, ədəd də 13-dür. Xeyr. Getdi cəm bərabərdir, cəm plus ədəd. 13-ü toplamada istifadə etdi. 17 verdim. Mən bunu izah üçün yazıram. Çünki ədəd verməyəndə uşaqların əksəriyyəti üçün görünmür bu proqramın nə iş gördüyünü. Amma bir qism uşaqlar elə proqrama baxanda avtomatik anlaya bilirlər ki, hə, burada nə baş verdi, nə oldu? İndi axırda yekunlaşdırıb deyəcəm yenə də. 17 olanda yenə də J 2-dən 16-ya qədər ədədlər alır və 17 2-dən 16-ya qədər heç bir ədədə bölünmədiyi üçün yenə bura daxil olmur. Çöldə yenə də else girəcək və toplamada 17-ni istifadə edəcək. 23 versəm yenə eyni şey baş verəcək. 29 versəm eyni şey baş verəcək. 35 verdim tutaq ki, for j in range 2-dən 34-ə qədər olan j ədədləri. 35 2-yə bölünmür, 3-ə bölünmür, 4-ə bölünmür, amma 5-ə bölünür. Ona görə if-ə girir, if-ə daxil olur və k 1 olur, break. Buradakı break bu foru bitirir. Ki, yəni sən 35-i artıq 5-ə bölüb yoxladınsa, 6-ya, 7-yə, 8-ə bunları bölüb yoxlamaya ehtiyac yoxdur. 35 artıq 5-ə bölündü, yəni 35 mürəkkəb ədəddir. Və fordan sonra yoxlayır. K 35 ya da ki sənin ədədin K 35 deyil, K 1-dir daha doğrusu. Ədəd 35-dir amma. Ya bu 1-dirmi? Bəli, K 1-dir. Onda durdur. Buradakı break while-ı bitirir. While dövrünün içində olan break. Ümumiyyətlə breakdir, continue'dir. Bunlar dövrə təsir edir. Bu if hansı dövrə aiddirsə while-a aiddir. Buradakı break də while-ı bitirir. Else girmədi. Yəni 35-i toplamaya daxil etmədi. 35-i görən kimi dövrü tərk elədi. Və 35-ə qədərkilərin, yəni sadə ədədlərin cəmini verdi. Bu proqram mürəkkəb ədəd daxil edilənə qədər və ya mən başda ədədə 1 də versəm, for j in range 2-dən 1-ə kimi dövrə daxil olmur, dövr işləmir. Avtomatik keçir if-ə. K 0 olsa da ədəd 1-dir, fərqi yoxdur. Yenə də break verir və cəmdə heç nə çıxmır, 0. Başa düşdünüz? Mürəkkəb ədəd və ya 1 daxil edilənə qədər daxil edilmiş sadə ədədlərin cəmini hesablayır. 9 nömrəli sual. Qafur dəftərdə yazdığı məktəb serverinin IP ünvanını bərpa etmək istəyir. Onu kömək etmək üçün hərfləri düzgün sıralayaraq IP ünvanı bərpa edin. Düzgün cavab D variantıdır. Mən qaydanı izah edeyim, sonra burada onu yığaq. IP ünvanın yazılış qaydası belə idi ki, ünvan 4 hissədən ibarət olmalıdır. Söhbət gedir IPv4-dən, sizin proqramınızda olan versiyadan, 4 hissəli, V6 da var. 4 hissədən ibarət olmalıdır. Hər hissədəki ədəd 255-ə aşmamalıdır. Məsələn, 3, 17,
0,255. Yəni 0,255 arası istənilən ədəd istifadə oluna bilər. Düzgün cavab D variantıdır. Niyə? Çünki bir-bir qoyanda, yoxlayanda yəqin ki, görmüsünüz ki, uyğunlaşmır. Məsələn, harda uyğunsuzluq yaranır? Birini misal çəkim sizə. A-dan sonra D qoysaq, tutaq ki, 37,5, 375 alındı. Ona görə burada AD kombinasiyası olmur və digər variantlarda həmçinin. Amma D variantında C-ni qoysaq 37,2. D-ni qoysaq ardınca 5. B-ni qoysaq 3,11. A-nı qoysaq 5,37. 37, 253, 115, 37. Qoyulan tələbləri aşmadı, pozmadı. 10 nömrəli sual. D4 xanasındakı düsturu B5 xanasına köçürdürük. D, B olur, yəni hərf 2 vahid azalır. 4, 5 olur, yəni rəqəm 1 vahid artır. Dollarsız bütün hərf və rəqəmləri uyğun olaraq hərflər 2 vahid azalır, rəqəmlər isə 1 vahid artır. Bu qaydaya uyğun köçürməliyik. Y9 olacaq. 2 vahid azaldırıq. C 10. C10 ilə başlayan 2 cavabımız var. Əslində sualı buradakı çıx işarəsindən anlamaq olardı ki, bir variantda çıxılsın var. O da Y variantıdır. Variantları çox sadə idi. Amma ona məhəl qoymasaq, C10, C10, növbəti dollar C dəyişə bilməz. Amma burada dollar A olub, bu imkansızdır. Y variantı. Rəqəm 1 vahid böyüyüb, burada da 2 vahid hərf azalıb, burada da rəqəm 1 vahid böyüyüb. Düzdür. Bunu çalışacağım sizə canlı göstərim. Əslində təsəvvür etmək olur. Siz də bunu həll eləyəndə təsəvvürlə yazmışdınız onsuz da. White. Bir ədəd white sözümüz var. Burada gördüyünüz kombinasiyaları yerinə yetirilir. İlk öncə Ctrl-A kombinasiyası yerinə yetirilir. Ctrl-A. Ctrl-X. Yəni kəs. Sonra Ctrl-V. Sonra bir dənə də Ctrl-V. Ctrl-V və Ctrl-V. 2 dəfə yapışdırdıq. Sonra əslində bir dəqiqə mən bunu düzgün götürsəm belə götürməliyəm. Ctrl-A, Ctrl-X, Ctrl-V, Ctrl-V. Sonra yenidən burada gəlir Ctrl-A. Yenidən bunu işarələyirik. Bir dəqiqə. Sonra Ctrl-X, Ctrl-X, Ctrl-V. Sonra təkrar bir dənə də Ctrl-V olacaq. 2 dəfə Ctrl-V edirəm. Bu biri, bu da ikisi. 2 dəfə Ctrl-V elədim. Ctrl-Z, undo, sonuncu edilmiş əməliyyatı ləğv etmək. Ctrl-Z. Yəni 2 yapışdırmanın biri ləğv olundu. Ctrl-A hamısı seçilir və Ctrl-U. Ctrl-A, Ctrl-U. Underline. 2 ədəd white sözü qaldı və altından xətt çəkilmiş şəkildə qalmış oldular. Verilənlər bazasında 2 cədvəl təsəvvürlə. Cədvəlin biri kitablar, biri oxucular. Kitablar cədvəlindəki hər bir kitaba, yəni bu kitaba bir neçə oxucu aid ola bilər. Yəni həmin kitabı bir neçə nəfər alıb oxuya bilər. Və həmçinin buradakı bir oxucu da buradakı kitablardan istəsə bir neçəsini oxuya bilər. Buna deyirlər many to many. Yəni çoxun çoxa əlaqəsi. 13 nömrəli tapşırıq. Klaviaturadan bu ifadə daxil edilərsə nə çap edirlər? X input. Burada gördüyünüz sətr daxil edilir.
Sonra x bərabərdir x split 1. X split 1-in mənası nədir? Burada gördüyünüz bir simvolları kəsilir. Və bu birlərdən kəsilərək elementlər ayrılıb siyahıya yığılırlar. Yəni harda bir görürsünüzsə, onların hərəsi bir vergülə çevriləcək. Vergül, vergül, vergül. Yerdə qalan hissələr isə siyahının elementləri olacaqlar. Burada bir balaca diqqətli və məntiqli olmalıyıq nədə? 1, 2, 3, 4, 5 vergül var. Biz 5 vergüllə neçə elementi bir-birindən ayıra bilirik? 2 elementi 1 vergüllə ayırırıq, 3-ünü 2 vergüllə ayırırıq, 4-ünü 3 vergüllə ayırırıq. Onda belə çıxır ki, 5 vergül varsa, onda 6 element olmalıdır buradan. Bu siyahıda və bu vergüldən əvvəldə heç bir şey yoxdur. Ona görə də Python avtomatik olaraq bu vergülün əvvəlinə boş bir sətir əlavə edir. Yəni tərkibində heç nə yoxdur. Bura boşdur. Sadəcə məcburdur bundan qabağa əlavə etməyə. Sonra gəlir 2. Sonra gəlir 0, 4, 9. Sonra gəlir A, M. Bir saniyə. A, M-in qabağında boşluq da var. Boşluq A, M. Boşluğu belə göstərdim, görünsün. A, M. Sonra M, A boşluq. M, A boşluq. Və 9, 3. Doğrudan da 1, 2, 3, 4, 5, 6 element oldu. S boş sətri götürürük. For i in x. X siyahısının içindən tək-tək bu elementləri götürüb S sətrində cəmləyirik. 2. Yəni əvvəl boşluq, sonra 2-ni götürdü. Sonra ardınca S plus i, yəni sətirlə sətri toplamaq yanaşı bitişdirmə əməli gətirir. Sonra bu boşluq. Boşluğu özüm belə göstərirəm ki, rahat seçilsin. Sonra M, A boşluq və burada da 93. Belə bir sətr alınır bizdə. Və həmin sətr çap olunur. D variantı. Alqoritm xassələri. Alqoritmin müəyyənlik xassəsi var, kütləvilik xassəsi var, nəticəlilik və diskretlik. Dövrlük xassə deyil. Alqoritmin struktur növüdür. Dövrü, xətti, budaqlanan. Bacı-qardaş olan Həmid, Rıza, Azər, Aytac və Nurcan hər biri tətilə getmək üçün heç zaman səyahət etmədikləri bir ölkə seçiblər. Həmid, Rıza, Nurcan, Yunanistan, İsveçrə, İspaniya, Türkiyə. Fikir verirsinizsə, şəxslər 5 nəfərdir, amma ölkələr 4 ölkədir. Niyə? Çünki burada Aytac bir bacısı və bir qardaşı ilə eyni ölkəyə getməyə qərarlaşdırır və birlikdə gedəcək adam, bacıya qardaşı, Aytac'a da bilet alıb. Və hər kəs əvvəl olmadığı bir ölkəyə gedir. Deyir ki, Azər keçən il İspaniyada olub. Azər İspaniyada olub. Daha qalın götürək. Azər, İspaniya. Deməli, Azər bu il İspaniyaya getmir.
Rıza isə Türkiyə və Yunanistanda olub. Rıza Türkiyə və Yunanistanda olub əvvəl. Sonra Həmid və Rıza tək səyahət etmək üstün tuturlar. Yəni buradan nə aydın olur? Bizdə Aytaç kimlənsə getmək istəyir. Onun gedəcəyi adam Həmid deyil, Rıza deyil. Çünki o tək gedir. Azər Türkiyəyə bilet aldığı vaxt yalnız bir bilet qalınmış və həmin bileti o alıb. Azər gedib Türkiyəyə və tək gedib. Azər Türkiyəyə gedib, başqa heç bir ölkəyə getməyib. Başqa Türkiyəyə gedən yoxdur. Aytaç kiminlə və hansı ölkəyə səyahət etməyi planlaşdırır? Aytacı qalan Nurcandır. Qalan şəxslər tək gedirlər. Burada şeyə də buraxmışıq. Həmid İsveçrəni seçib yazılır başda. Həmid İsveçrəyə gedir. Həmid İsveçrəyə gedirsə Aytac onunla birlikdə getmir. Həmid başqa yerə getmir. Aytacla Nurcana qalır Yunanistan. Və bu şəkildə. Rıza üçün də qalır İspaniya. Yəni, bu formada həll edib tapdıq. Bu sual biraz nisbətən sadə idi. O baxımdan ki, buradakı cümlələri oxuyub çıxdaşla tapmaq olurdu ki, Həmid Rıza tək gedirlər, Azər tək gedir, Aytacı Nurcan qalır. Amma əgər 2 variantda Nurcan olsaydı və yaxud 2-3 variantda Nurcan olsaydı, onda ölkəni tapmaq üçün mütləq cədvəlimizi qurmaq lazım olacaqdı. Aytac və Nurcan, Yunanistan. 16. Sadə sual idi bu da zənnimcə. X-a 12 daxil olunur, lakin tiplərə fikir verin. Y sətir formasına daxil olunur, ona görə belə dırnaqda göstərirəm fərqlənsin deyə. Buna 29, buna isə 32 daxil olunur sətir tipində. S 0-dır. İflərə baxıram, biraz elə bil, çox görünürlər. Hər if təzədən başlayır. Bu if eləyif 1-dir. Bu if təkdir. Bu if else da bir yerdədir. Yəni, bu da natamamdır, else-lar yoxdur. Bu da natamamdır. Yalnız if var. Bu isə tam budaqlanmadır, if else. Yoxluyuruq. X z-dən böyükdürmü? X z-dən. 12-29-dan. Xeyr. Elifi yoxluyuruq. X z-dən kiçikdirmi? Bəli. Ona görə də bu print yerinə yetirilir. X və z cəmi 41. 41 sətir formasına çevrilir və çap olunur. Onsuz da sətir formasına çevrilsə belə kənardakı dırnaqlar çapda əks olunmur. 41. Növbəti if yoxlanılır. Yəni, bura girdin, girmədin, heç bir aidiyyəti yoxdur. Burada ayrıca yoxlanılır. Yoxlayırıq ki, y k-dən böyükdür. Yəni, string 30, string 32-dən 3-lər eyni olsa da 0, 2 ASCII sırasına görə baxır. Əslində 32 30-dan daha böyük sayılır sıralama olaraq. Ona görə girmir. Və bu if else. If-ə girib yoxlayırıq. Y STX-dən böyükdür. 30. STX o da dırnaqda olacaq da. Bunların müqayisəsi 30 daha böyükdür. Bəli. If ödəndi burada və S plus Y. S onsuz da 0 idi. Üstünə də 30-u S deyirdi da. Bu string plus string. Onlar birləşəcəklər və çapdan 0,3,0 çıxacaq. Əvvəl 41 çap olunur, sonra 0,30. Aşağıda verilmiş kompüter parametrlərinə əsasən xarici yaddaşın həcmini tapın. Xarici yaddaş burada 256 GB SSD. Digər göstəricilər. Prosesorun tipi, neçənci nəsil olması, bu əməli yaddaşın neçənci versiya, neçənci nəsil olması, DDR5, DDR3, DDR4 və yaddaş tutumu, əməli yaddaşın tutumu. Bu isə video kartın yaddaşı. 4 GB video yaddaşı var. Xarici yaddaş budur. 18. Aşağıdakı Python dilində yazılmış proqramlardan hansı klaviaturadan daxil edilmiş ədədin Harshad və ya Niven, yəni hər ikisinin adı çəkilir, ədədi olub olmadığını yoxlayır.
Harshad və ya Niven ədədi nəyə deyilir? Ədəd özü öz rəqəmləri cəminə qalıqsız bölünürsə. Məsələn, 6, 12, 24 tipli ədədlər öz rəqəmləri cəminə bölünürlər və yaxud məsələn neçə deyə bilər, 550 rəqəmlər cəminə qalıqsız bölünür və s. Gəl variant təhlil eləyək. N-i daxil eləyir və 2 qalıqsız bölünürmü? Bəli, xeyr. Ədədin tək və cüt olduğunu yoxlayır sadəcə. B variantındakı ədəd daxil olunur. Birdən başlayaraq ədədin özünə qədər, amma özü daxil deyil, bir bölür, məsələn, belə deyim də, 28. 28-i birdən 27-yə qədər olan ədədlərə bölür və 28-in bütün bölənlərini toplayır, amma özü istisna. Alınan cəm elə 28-in özü alınır, 28-i təsadüfi seçmədim burada. 28 alınır, cəm 28, başda verilən ədəd 28-ə bərabərdir, bəli. Belə ədədlərə riyaziyyatda deyirlər perfect number, mükəmməl ədədlər. Yəni, ədəd özü, öz bölənlərini, amma özü xaric, öz bölənlərinin cəminə tam bölünür. Bunu da istəmir bizdən. C variantında ədəd daxil edilir. Tutaq ki, 3 rəqəmli ədəd 153. Sətrə çevrilir və onun uzunluğu tapılır. Uzunluğu 3-dür. Və burada cəmin üstünə yığılacaq hər şey. Bir for i-ni sətrin içində götürür əvvəl 1-i, 5-i, 3-ü. Onları integerə çevirir. Uzunluğu da 3 daxı. Bir kuba yüksəldib toplayır. 1-in kubu, üstəgəl 5-in kubu, üstəgəl 3-ün kubu. Və yoxlayır ki, alınan cəm bərabərdirmi sənin başda verdiyin n ədədinə? Deyəcək, bəli. Çünki 153 Armstrong ədədlərindən biridir. Bunu da istəmir bizdən. For i-nes əvvəl sətrə çevirir. For i-nes içində bir simvollar gəzir. Onları bir integerə çevirib toplayır. 550 məsələn. Məsələn, 555 15-ə bölünür də, səhv eləmirəmsə. Bölünməlidir. 37 alınır, səhv etmirəmsə. 550 olsun. Və bir onları götürüb cəmləyir. Cəm axırda alınacaq 10. Yoxlayırıq. 550 ona qalıqsız bölünür, bəli. Bölünməsə xeyr. Harshad ədədlərini, Niven ədədlərini belə yoxlayır. Y variantında nə edir? N-i vermişəm 714. Onu STR-ə çevirmişəm. 714. Cəm boş sətirdir. For in range. Bu uşaqlar tərsinə getməkdir. Sətirdə və ya siyahıda. İndeks üzrə tərsinə getmək. İzah edirəm. Lens çıx 1. Uzunluğu çıx 1. 2. Mənfi 1. Mənfi 1. Bu o deməkdir ki, 2-dən başlayır. Mənfi 1-ə doğru. Onsuz da mənfi 1 öz daxil olunur ki, 0-a kimi gələcəkdir. Yəni, 2-dən 0-a kimi geriyə doğru gedir. 2, 1, 0. Və belə götürəcək. Əvvəl götürür S2-ni. Və cəmə, yəni 4-ü əlavə edir. Gələn dəfə geri getdiyi üçün i olur 1 və S1-i, yəni bunu buradakı 1-i gəlir bunun yanına. Gələn dəfə for i in range-dəki i 0 olur və alınan 41-in yanına bir də 7-ni də yapışdırır, 417. Soruşur ki, 714 417-yə bərabərdir? Xeyr. Bu da palindromu yoxlayır. Palindrom. Daxil edilən ədədin sağdan sola düzülüşü, soldan sağa düzülüşünə bərabərdirmi? Palindromdur ya yox? OL və UL təqləri arasındakı əsas fərq nədir? OL ordered list, UL unordered list. Ordered listdə elementlər 1, 2, 3 belə nömrələnib düzülürlər. Unordered listdə isə elementlər qarşısında markerlərlə, yəni bu cür nişanlarla əks olunurlar. Ona görə UL nişanlanmış siyahı adlanır. OL isə
nizamlanmış siyahı adlanır. O yılda nömrələrlə 1, 2, 3, 4 qeyd olunur. O yılda isə işarələrlə, nömrəsiz. $20 nömrəli sualda aşağıdakı cədvələ hansı sıralama əməliyyatını tətbiq etsək, klaviatur haqqındakı yazı bir sətr aşağı enəcək. Sualın məqsədi budur. Klaviatura hal-hazırda ikincidir. Bizə lazımdır ki, nəsə edək, o üçüncü olsun. A variantında azalma istiqamətində qiymət. Yəni, mən qiymətləri azalma istiqamətində düşsəm, birinci printerdir, sonra skanerdir, web kamerada heç klaviatur üçüncü olmadı, üçüncü web kamera oldu və klaviatura dördüncü oldu. Artma üzrə qiymət, əgər azalma üzrə dördüncü olursa, artma üzrə ikinci olacaq. Bu da deyil. Kod sayəsində görə artma. Kodları kiçikdən böyüyə düşsək, birinci gəlir 10.101, 10.203, 11.032. Sonra da digərləri. Və bəli, klaviatura koda görə üçüncü yerə düşmüş olur. Yəni, nəticə etibarilə bir sətr aşağı enmiş olur. Hansı ifadələr doğrudur? HTML-də yazılmış bu kod səhifədə 3 sətir və 2 sütundan ibarət cədvəl əks etdirəcək. Baxırıq, table tagləri düzgün qoyulub yerində. İçərisində table row 1 sətir, table row açılıb bağlanır 2 sətir, table row açılıb bağlanıb 3 sətir var. Bəli, bu doğrudur. 3 sətir, düzdür. Hər sətirdə table data, xana, bir sətirdə 2 xana var. Bu sətirdə də 2 xana var. Bu sətirdə də 2 xana var. Hər sətirdə 2 xananın olması orada 2 sütunun olması deməkdir. Bir nömrəli cavab düzgün cavabdır. Onda bu variant ola bilməz, bu variant ola bilməz. Əgər variantla işləsək, 2 Dale izahlı siyahı, description list. İzahlı siyahıdır. Biz bayaq dedik ki, nişanlanmış unordered listi. O elinə yazılır. Bu da yanlışdır. HTML-də aktiv istinad mətnin rəngi. Biz body taginin daxilində istinadlara rənglər verə bilirik. Aktiv istinad bizdən soruşdu. A-link. A-link bərabərdir, məsələn, red. Bu nədir? Yəni, sən linkin üzərində mouse'u klikləyib saxlayanda, yəni link aktiv vəziyyətdə olduğunda qırmızı rəngdə olacaq. Amma buraxdığında default, qara, nə vermişdinsə o. V-link nədir? Visited link. Ziyarət olunmuş link. Yəni, sən bir linkə daxil olmuşsan, sonra səhifəyə geri qayıtdığında o link artıq, məsələn, red rəngdə olacaq, yellow, sarı, nə qoymusansa o rəngdə olacaq. Burada rənglərdə kodlar da istifadə eləmək olur. 16-lıq kodlarla da yazmaq olur. 00, FF, nə bilim, neçə. Bu yanlışdır. Dördüncü. Bir çoxumuzun hələ də qarışdırdığı bir şeydir. Href. Hyperreference. Və burada istinadı qeyd edirəm. A tagini ilə bağlayıram. Burada bir rəqəmi ilə göstərdiyim hissə, bu da 2 rəqəmi ilə göstərdiyim hissə. 1-ə klikləyəndə 2-yə keçid olunur. Bax, burada 2-nin yerinə ola bilər şəkil, ola bilər video olsun, musiqi olsun, fərqi yoxdur. Ola bilər kompüterdə yerləşən hansısa bir HTML faylı olsun və yaxud hansısa bir saytın səhifəsi olsun. Bir yazılan yerdə ora hypermətindir. Orada ola bilər söz, orada ola bilər şəkil, yəni istənilən bir şeyi oraya yerləşdirə bilərsən, fərqi yoxdur. Əsas odur ki, kursor oraya gətirəndə belə əl işarəsi kimi olur. Bax belə. Bu əl işarəsini bura klikləyəndə səni göndərsin. Bax, bu keçid olunacaq linkə.
link. Əgər biz bura 1 olan yerə şəkil yerləşdirsək, image teqindən istifadə eləsək, o zaman bura qoyacağımız şəkil link kimi istifadə olunacaq. Yəni şəkilə klikləyəcəksən, ta ki bu tərəfdə dimin saytı açılacaq. Linki klikləyəcəksən, nə bilim YouTube hər hansı bir video səhifəsi açılacaq. Bu da onu deyir ki, burada olan image source yazılışı hansısa qrafik təsvirə, yəni şəklə link vermək üçündür. Bəli. Və 5-ci də bunu da bayaq qeyd elədim ki, qarşısında HTTP, www bunlar olmadığı üçün deməli bunlar kompüterdə yerləşən web səhifənin göstəricisidir. Yəni biz final sözünü klikləyəndə bizi göndərir bax bu fayla. Bu faylı kompüterdə yerləşir. Qabağında əgər HTTP falan yazılsaydı, onda ona deyə bilərdi ki, qlobalda yerləşən, yəni internetdə yerləşən hansısa web səhifəyə keçid. Təhlükəsizlik mövzusuna aiddir, antivirusların növlərinə görə uyğunluq. Proqramların və disklərin sistem sahələrinin ilkin yoluxmamış hesab olunan vəziyyətlər haqqında məlumatları yadda saxlayır, sonra istifadəçinin müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir. Yəni, demək istəyir ki, faylların, yaddaşda olan məlumatların ilkin vəziyyətini yadda saxlayır və müəyyən vaxtdan bir son vəziyyəti ilə ilkin vəziyyətini müqayisə edir. Bu cür onların yoluxub və yoluxmadığını təyin edir. Bu müfəttiş, revizor onların funksiyasıdır. Təkcə yoluxan faylları tapmır, həm də tapılmış həmin o zədələnməni aradan qaldırmağa çalışır, faylları sağaltmağa çalışır. Bu həkim müfəttiş, ümumiyyətlə həkim adı keçən hər şeyə aiddir. Hər hansı məlum virusa yoluxmuş faylları yalnız aşkarlayır. Bunlar detektorlardır. İş qabiliyyətlərini saxlamaqla faylları elə dəyişdirir ki, onlar virusa yoluxmuş kimi görünsün. Faylları yalançı yoluxma ilə qoruyan immunizator, vaksin bunlardır. Və axırıncısı, virusların çoxalma və zərərvurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur. Bu isə filtr və ya süzgəc onların yerinə yetirdiyi funksiyadır. Düzgün cavab B variantı. Qapalı suallarımız bitdi. Keçirik açıq tipli kodlaşdırılan tapşırıqlara. 23 nömrəli sual. Bu nisbətən vaxt aparan, düşündürücü, diqqət elə bilən, hələ üstəlik açıq sual tipindədir. Ona görə çalışın diqqətinizi tam bu suala yönəldin. Mən isə çalışacağım maksimum dərəcədə sadə izah edeyim. Biz əvvəl də belə tip suallara baxmışdıq və mən sizə demişdim ki, while-da belə bir şey görürsənsə, ona belə gedirsə, rəqəmləri parçalanmadır, 8-ə belə gedir, 2-yə belə gedir, 5-ə belə gedir. Bu, həmin say sisteminə çevrilmə qaydasıdır. Burada hal-hazırda ədəd 5-ə bölünə gedir, tam bölünə gedir. Amma neçə dəfə bölündüyünü bilmirəm. Tək bildiyim şey B dəyişəninin yekunda 74 almasıdır. Və başda A-ya daxil edəcəyim ədədin də ən kiçik olmalı olduğudur. Bir bunu bilirəm və salam. Sonra baxıram bura. Ədədi 5-ə belə gedəndə qalıqlar nədir? Elə ədədi 5-li say sisteminə çevirəndə alınan rəqəmlərdir də. Misal üçün, mən ədədi bilmirəm. Biz bu ədədi bölürük 5-ə. Hər hansı bir tam cavab alınır, burada isə qalıq qalır. Həmin bu qalıqdır ki, sonra biz bunu tərsinə yazanda olacaq həmin 5-li say sistemindəki ədədin rəqəmləri. Yəni, bu Q dəyişəni 5-li say sisteminin rəqəmləri ilə işləyir. Və sonra B-də həmin rəqəmin kvadratı və 3 misli, 3 qatı hesablanıb toplanılır və sonra növbəti while dövründə yenə də digər rəqəm tapılır, eyni proses, digər rəqəm tapılır, eyni proses və s. Alınan B cəmi 74 olmalıdır. Başda şərtdə məndən ən kiçik ədədi soruşur və ədədin daha kiçik olması üçün dövr sayı mümkün qədər az olmalıdır. Mümkün qədər dövr sayı az olmalıdır və
baxıram ki, burada Q axı qalıqlardır. 5-ə böləndə alınan qalıqlar nə ola bilər? 0, 1, 2, 3, 4 bu rəqəmlər. Mən əgər buradakı qalığı ən kiçik ədəddir deyə daha kiçik düşünsəm, qalığın qiymətinin kiçik olma ehtimalını düşünsəm, onda mən 74-ü çox gec alacam axı. Təsəvvürlə ki, 1-in kvadratı üstə gəl, 1-in 3 misli 4. Gələn dəfə də bilən 4, gələn dəfə də bilən 4, gələn dəfə də mən bunu bəlkə bir 15 dəfəyə falan eləyəcəm. 74-ü necəsə ya ala biləcəm ya yox. 74-ü yaxınlaşmaq üçün 10 dəfədən çox dövr olmalıdır. Bu da hər dəfə ədədi 5-ə belə gedir axı. 10 dəfə 5-ə bölünən ədəd bu ən kiçiyə oxşamır nəsə. Amma əgər mən buradakı qalıqları daha böyük götürsəm, cəm daha az dövrə 74 ala bilər. Dövr sayı nə qədər az olsa, bir o qədər deməli 5-ə daha az bölünən ədəd olacaq. Mənə sərf eləyəni budur. Dövr sayı az olsun. Ədəd 5-ə daha az bölünsün. 2 dəfə, 3 dəfə bəsdir. Onda mən 5-li say sistemində qalıqları da bunlar. 5-li say sistemində götürə biləcəyim ən böyük Q rəqəmini götürürəm qalıq. 5-li say sistemi rəqəmi 4. Əgər 4 götürsəm, B olacaq 4-ün kvadratı üstə gəl B-nin 3 misli. Bir dəqiqə. 28. Düşünürəm ki, mənim növbəti dövrdə yenidən 4 götürməm kimi bir şansım varmı? 4-ün kvadratı üstə gəl 12 28 var idi onsuz da üstünə binəndə 28 56. Düşünürəm ki, bir dənə də 4 götürmək şansım var. Yox, çünki toplayanda 84 alınır. Mənə 28 yox, 18 lazımdır. Əgər Q-yə 3 versəm, onsuz da 28-in biri var idi. 28-in biri də var idi. Plus 3-ün kvadratı üstə gəl 3-ün 3 misli. 9 üstə gəl 9, 18. Və bu cəm tamına mənə 74-ü verdi. Bundan daha qısa ehtimalla, daha az sayda almaq mümkün deyil. Və biz bunu hansı qalıqlarla reallaşdırdıq? 3, 4, 4 rəqəmləri ilə reallaşdırdıq. Burada, yəni dövrlərin sayı 3-dür. Biz bunu 5-li say sisteminin 3 rəqəmli ədədi kimi düşünə bilərik. Lakin buradakı şərt bizə imkan vermir onu elə düşünməyə. Əgər burada while A böyüdür 0 olsaydı, konkret tapdığımız qalıqlar elə 5-li say sisteminin rəqəmləridir. 3 rəqəmli ədəddir, vəssalam. O ədədlə işləyəcəkdik. Amma burada while A böyüdür 5. Bu şərt onu bildirir ki, sonuncu rəqəmdə girməyib dövrə. Çünki onsuz da 5-ə belə gedirsən, axırda 3 qalır, 4 qalır, 2 qalır, 1 qalır, bilmirəm. O rəqəmdə artıq while tərk edir. Belə sadə izah eləsəm, ədədi 5-ə bölür, qalıq qalır. Alınan ədəd yenidən 5-ə bölür. Qalıq qalır. Alınan ədədi yenidən 5-ə bölür. Qalıq qalır. Və burada alınan qismət 5-dən kiçikdir ki, artıq o rəqəmdə while-a girmirik. Aydındır? Əgər burada while A böyükdür 0 olsaydı, onda heç bu cür yəni bu hardasa burada bitəcəkdi. 2-dən qalıq, bir dənə də burada rəqəm. Bu rəqəmdə 5-ə böləndə qalıq qalır, burada 0. Amma burada deməli belə çıxır ki, bir dənə də rəqəm qalıb. Bax, qulaq asın, burada bir dənə rəqəm qalıb. R yazdım onu. Və həmin rəqəmdə rəqəmi almışıq, amma while-da girmirik ki, 5-ə təzədən bölək. Başa düşdün? 0-dan böyük olsaydı, 0-dan böyük olduğu üçün yenidən 5-ə bölüb bunun 0 alacaqdı və bu rəqəm də burada istifadə olunacaqdı. Lakin bizdə həmin rəqəm var bu rəqəm. Sadəcə dövrə girməyib bu rəqəmdə. Dövrə girmişik biz bu 4, 4 və 3 rəqəmlərində. Yəni bizim ədədimiz olmalıdır 4 rəqəmli, amma dövrün içində istifadə olunan rəqəmlər 3, 4 və 4 rəqəmləridir. Lakin burada ən axırda aldığımız rəqəm dövrə girməyən rəqəmdir. Artıq rəqəmdir, amma var da faktor. Biz bunu 5-li say sistemi ədədi kimi düşünürüksə, qalıqları tərsinə düzəndə axırda aldığımız rəqəm başa düşür. Ən kiçik ədədin olması üçün mən bura başa düşən rəqəmi, əvvələ düşən rəqəmi ən kiçik götürürəm. 1.
və digər rəqəmləri də, bu qalıqları mümkün qədər elə düzməliyəm ki, daha kiçiyə də dalım. 443, 434, 344. Bu cür düzsəm daha kiçik ehtimal alınır. Bu beşli say sisteminin ədədidir. Biz bunu nömrələyib çevirsək onluq say sisteminə bizim başdakı tələb olunan ədədimiz olacaq. 224 sualımızın cavabı. Yəni 224-dür, 5-ə bölür. Qalaq 4 alınır. Alınan cavab yenə 5-ə bölünür. 4 alınır. Alınan cavab 5-ə bölünür. 3 alınır. Və burada da 1 qalır. O 1 5-dən böyüdür, yox, girmir. Növbəti 24 nömrəli sual, Excel-ə aid sual. Bu cəmi hesablamağımızı tələb edir. S2-dən D2-yə qədər olan cəm. S2-dən D2-yə qədər. Bunların cəmi -4. Yazdım üstünə -4. B1-dən S1-ə qədər olan cəm. B1-dən S1-ə qədər. Bunların cəmi 8. -4-dən 8-in cəmi isə 4 verdi. Üstə gəl. Və bu misalı yerinə yetirəcək indi. Sam B2-dən D3-ə qədər. B2-dən D3-ə qədər. Bu diapazon. Buradakı ədədlərin hamısının cəmi 12. 4-ə bölür 3. Bu sualın cavabı 7-dir. 25 nömrəli sual. Aşağıdakı alqoritmin blok sxeminə ardıcıl olaraq burada gördüyünüz ədədlər daxil edilir. S dəyişəninin çap olunacaq qiymətini müəyyən edin. Gəl mən bunu belə qurum. Bunu biraz tam yerləşsin deyə ekranda kiçildəcəm. Bundan daha böyük olmur. Baxın. Daxil olunur sırayla 67, 5, 19, 24, 70, 30, 45. Dəyişənlərimiz X, N sırayla qeyd edirəm lazım olan dəyişənləri. S, I, K, Y. X-ə daxil olunur 67. N-ə daxil olunur 5. Bunlar daxil edildi artıq. S0, I0 və sonra aşağı düşürük. Şərt hissəsini I N-dən kiçikdirmi? I N-dən 0,5-dən bəli. Daxil oluruq dövrə. K0 verilir və I üstəgəl 1. I 1 olur. Y daxil edirik. Y də növbəti input daxil olunan ədəd 19-dur. Və bu hissə, yəni elə bu hissəni görmək lazım idi. Görməsən uzun bir-bir gərək hamısını hesablayasan. X Y-dən böyükdürmü? 67, 19-dan bəli böyükdür. Girir içəri və K burada artıq sayğac kimi saymaqla məşğuldur. 1, 2, 3 neçə dəfə olacaq bu? 67, 19-dan böyükdür, bəli. Y üstəgəl 1, 20 oldu. 67, 20-dən böyükdür, bəli. Y üstəgəl 1, 21 oldu. 67, 21-dən böyükdür, bəli. Ta ki 67, 67-dən böyükdür. Yox, bərabərdir, onda çıxacaq. Yəni ki, 19 67-yə gəlib çatana qədər bir-bir artmalıdır. Nə qədər artmalıdır? Onların fərqi qədər. Onların fərqi nə qədərdir ki? 48. Onda 48 dövr olacaqsa, K dər dəfə plus 1, plus 1, plus 1, 48 olacaq. Və yoxa gedəndə S plus K, S-in üstünə həmin K qiymətini gəlir, S olur 48. Toplamanı eləyəndən sonra qalxır yenə şərti I N-dən kiçikdir. Bəli, tezdən K sıfırlanır. I 2 olur və düşür aşağıda Y-i daxil etməyimizi istəyir. Növbəti daxil olunan ədəd 24-dür. X Y-dən böyükdürmü? Bəli.
Ona görə yenidən eyni proses 24-67-yə gəlib çatana qədər bir-bir artmalıdır və eyni zamanda K da o qədər dövrləri saymaqla məşğuldur. 43. Bu dövrü tərk eləyəndə isə S plus K. Həmin toplanan K-ların cəmi S-in üstünə gəlir. 91 olur. Növbəti dəfə qalxır yuxarı. I 2-5-dən kiçikdir. Bəli. K 0. I plus 1 3. Y daxil olunur. 70. Düşür aşağı. X Y-dən böyükdürmü? 67 70-dən böyükdür. Xeyr, birbaşa yoxa gedir. S plus K. K da 0-da axı. Boş fırlandı. I n-dən kiçikdir. Bəli. K təzdən 0 olsun. I üstə gəl 1. 4 olur. Y daxil olunur. Y daxil olunur. 70-i daxil etmişdik. İndi 30. Yenə eyni qaydada 67 30-dan böyükdür. Bəli. Nə vaxta qədər fırlanır? 67-yə gəlib çatana qədər. Bu 37 dövr deməkdir və K-nın da qiyməti 37. Yoxa gedəndə isə S üstə gəl K, yəni 91, 37, bunların cəmi 128. Qalxır yuxarı I n-dən kiçikdir, hə? K yenidən sıfırlanır. I üstə gəl 1, 5. Y daxil eləyir. 45. Ödəyir. Yəni 67 45-dən böyükdür. Bunların fərqi qədər dövr baş verir. 22 yoxa gedəndə S-in üstünə 128-in üstünə 22-ni gəlir və 150 edir. Yolda yenə yolun sonunda soruşur ki, I n-dən kiçikdir. I n-dən kiçik deyil. Yoxa gedir. S-in son qiyməti bizdə 150-dir. Yəni, uşaqlar, buradan bu 1, 2, 3, 4, 5 ədəd, bu ədədlərdən hansılar 67-dən kiçikdirsə, 67 ilə həmin ədədlərin fərqlərinin hamısını, bütün fərqlərinin cəmlərini toplayır bir yerə. 26. Aşağıda verilmiş qrafda tillərin sayı nə qədərdir? Til burada gördüyünüz xəttdir. Tillərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, neyse 2 dəfə saymadım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, hə, düz idi. 10, 11 və 12. 12 til görürük buradan. 27. Bunu kopyalaya bilsəydim əslində çox yaxşı olardı. Hazır üstündə işləmək üçün. Gəlsənə bunu elə Python'da yerləşdirim. Baxın, bu belə bir tapşırıqdır. Bu tapşırıqda demək istədiyi şey nədir? Deyir ki, bəzi sətirlərdə girintilər qoyulmayıb. Girinti dediyimiz, məsələn, if-in girintisidir və yaxud da ki, onun içindəkinin girintisidir. Bu söhbət bu girintilərdən gedir. Bəzi sətirlərdə girinti yoxdur. Məsələn, fikir ver, if-lə altdakı sətir alt-alt ola bilməz. Sualın şərtini mən bir də oxuyum, 2 dəfə görənlər üçün. Aşağıda yazılmış proqram fraqmentində bəzi sətirlərdə girinti buraxılıb, indentasiya. Proqramın nəticəsinin 10 olması üçün hansı sətirlərdə neçə indentasiya, neçə girinti qoyulmalı olduğunu tapmaq lazımdır, uyğunlaşdırmaq lazımdır. Biz girinti nəyə deyirik? Bunu bir daha yadımıza salaq.
Əgər sətir qoşa nöqtə ilə sonlanırsa, məsələn, if, elif, else, for, while, def, bunların hamısında sətir qoşa nöqtə ilə bitir və ondan sonraki sətir 4 boşluqla başlayır. Həmin 4 boşluqlu hissəyə mən girinti adı qoymuşam. Bu girintidə 4 boşluq olur, amma aşağıdakında artıq 2 girinti var deyə 8 boşluq olur. 2 tab qədər. Biri burada, bir də burada. Biz müəyyənləməliyik ki, hansı sətirdə 1 girinti, yəni 4 boşluq. Hansı sətirlərdə isə 2 girinti, yəni 8 boşluq buraxılıb. Baxın və proqramın da sonda nəticəsi deyir ki, 10 olmalıdır. X 0-dır, amma çapda 10 olmalıdır. Gəlin baxaq. X, Y, Z. Burada deməli bu if mütləq yerinə yetirilir. Bundan qaçışımız yoxdur. Əgər bu ifə girəcəyiksə ki, ödəyəcək də şərt y4 4-dən böyüdür, bəli, onda bu if yerinə yetirilməyəcək. Biz bu elifə girməyəcəyik. Bu ifə girdik. Sonra onun daxilində də bir dənə də if şərti var. Z ondan kiçikdir, bəli. Ona görə də x üstəgəl 1 və buradan biz tapdıq ki, x bərabərdir 1 alındı. Yəni bu dəqiqdir. Bu buradakı parçanı heç cür, yəni nəsə düzəltsək belə qaçırmağımız mümkün deyil də, yəni. Amma buradakı elif hissəsi var ha. Elif hissəsini girmir deyə bu misalı yerinə yetirmirik. Lakin bu misal haqqında doğru dürüst bir xəbərimiz yoxdur. Çünki bu hissə x bərabər x plus 1 9-cu sətirdir. Variantlarda 9-cu sətir var idi. 9, 10, 11 səhv eləmirəmsə və 14, 15. Yəni, söhbət bu sətirlərin girinti çıxıntısından gedir. Mən bu sətri içəri ata da bilərəm, atmaya da bilərəm. Atsam elifə aid olmuş olacaq. Elifə girmədiyim üçün bu da yerinə yetirilməyəcək. Yox, if elifdən sonra bu sətir ilə kənarda qalsa, onda bunu da yerinə yetirərəm. Gəl hər ehtimala qarşı yerinə yetirək. Əgər axırda cavabımız 1 vayda artıq alınsa, deməli bu sətir içəridə olmalıymış ki, onu yerinə yetirməyək. Buradan alıram x bərabərdir 2. Gəl onu buradan yazmayayım. Onu buradan yazıram. X bərabər 2 aldım. Ondan sonra bu sətir gəlir. Bu sətir əgər elə sadə düşünürəm, bu kənarda qalmalıdırsa, o zaman bu sətri bir indentasiya buraxıb içəri verməliyəm. Bu formada eləməliyəm. Əgər bunu bu şəkildə eləsəm, o zaman x axırınızda 2 alınıb. 0-dan böyük olduğu üçün x plus 3. Buradan mən x-in 5 qiymətini alıram. Və bu ifə girdiyim üçün bu ifi də məcburi yoxluyuram. If ödənirmi? Y üstəgəl z 12-dən böyükdür. Xeyr, bu şərt ödənmir. Ona görə x üstəgəl 5 yerinə yetirilmir. Yəni, bu ödənmədi. Mən bu ifə girmişəm deyə, əgər bu elif kənarda qalsa, bu elifə girməyəcəm. Onda bu elsa da girməyəcəm. Əgər onlara girməsəm, x-in 5 olaraq qalacaq, 10 ala bilmədim. O zaman mən düşünürəm ki, bəlkə bu elif, bu ifin elifidir. Və buradakı x üstəgəl 6, o zaman elifin misalıdır. Əgər elə olsa, bu if şərtində içəridəki ifdə y üstəgəl z 12-dən böyük yox. Elif z 7-dir. Bəli, x üstəgəl 6, x bərabərdir. Neçə? 11. Bu else, bu barədə heç nə düşünmürəm. Çünki fikir ver, 16 və 17-ci sətirlərin girintisi ilə bağlı heç nə yoxdur ümumiyyətlə. X 11 aldı və bayaq sizə demişdim ki, əgər bir vahid artıq alsaq, onda belə çıxır ki, bu sətir də elə elifin içində olmalıymış ki, biz ora girməyək. Və salam, onda bu belə olacaqdır. Burada 1 alınır, bu yerinə yetirilmir. Burada 5 yox, 4 alınır. Burada da 4 üstəgəl 6, 10 alınır. Bax, bu formada olsaydı, o zaman bizim proqramımızın nəticəsi 10 verəcəkdir. Hansı sətirlərdə nə buraxmışıq biz? 9-cu sətir budur. Burada biz bir indentasiya qoymuşuq.
Bir indentasiya, 2 indentasiya. Bir indentasiya biz qoymuşuq deməli 9 nömrəli sətirdə. Sonra harda qoymuşuq? Bir saniyə, 10-cu sətir qalıb yerində, 11-ci sətir. Budur, o da bir indentasiya. Ondan sonra elif olan sətir, 14-cü sətir, o da bir indentasiya. Amma elifin içindəki artıq 2 boş, 2 indentasiya, 2 girinti sürüşüb içəri. O da gedir buna. 15 nömrəli sətir belə. Gəlin istəyirsiniz bunu yerinə yetirək, əmin olmaq üçün. İcra et. Proqramımızın nəticəsi 10. Bəli. Sual bizdən bunu tələb eləyirdi uşaqlar. O zaman burada uyğunluğu müəyyən etsək, 1-ə aid oldu 9, 10 və 9, 11 və 14-cü sətirlər. B, C, D. İkincidə isə 15. Y. Belə idi. Blok sxem. Girişə eyni sayda natürel ədəd daxil edilir. Mən heç ardını düşünmədən başlanğıc. Eyni sayda ədəd daxil edilir. Vəssalam. N. Toplama, çıxma, faktorial, hasil belə şeylər yoxdur. I bərabər 1 verdim. Sonra dövrə girdim. Dövrün şərti I kiçik bərabər N. Hər dövrə girəndə isə bir x ədədə daxil eləyim. Çünki məndən bunu istəyir. Eyni sayda ədəd daxil etmək. Nəsə olacaq burada, amma hələ ondan xəbərim yoxdur. Burada da hər dəfə I bərabər I üstəgəl 1 edib dövrü başa çatdırmalıyıq. Yoxda da nə istəyirsə onu verəcəm çapa. Mən bunu çəkib göstərmək istəyirəm ki, bütün dövr suallarının qurulma strukturu eyni cürdür onsuzdan. Eyni sayda ədəd istəyir məndən. İndi düşünməliyəm ki, bu məndən eyni sayda ədəd istəyir. Məsələn, bura niyə yazıram? N bərabərdir 5 olsa, məndən girişə 11, 22, 33, misal üçün bu ədədləri yazıram, 44 və 55 istəyir. Enter düyməsini vurandan sonra o mənə 44-ü götürüb versin. Mən elə eləməliyəm ki, o yoxlasın ki, əgər daxil olunan ədəd axırdan ikincidirsə, yəni N5-dirsə, 4-cüdürsə, onu hansı bir dəyişənə verib yadda saxlatdırım. Ona görə x-i daxil eləyirəm və soruşuram ki, əgər i bərabərdirsə n çıx 1-ə, yəni i n-ci ədəd yox, ondan bir vahid geridəki bir ədəddirsə, hə, yox. Onda həmin o axırdan ikinci ədədi bir k dəyişəninə götür, ver mənimsət. Yox, əgər olmasa, onda boş geç. Bax, belə oldu. Bax, məsələn, birinci ədədimi daxillədim, i4-dü yox. İkinci ədədimi daxillədim, i4-dü yox. Üçüncü ədədimi daxillədim, i4-dü yox. i4 oldu. Dördüncü ədəd daxillədim, i4-dü, hə. Всё, götürüb verdi yaddaşa. Beşinci ədəd daxillədim, i4-dü yox. Всё. Çapda da k. Yirmi səkkizinci sualımız. Klaviaturadan en sayda natürel ədəddən ibarət siyahı daxil edilir. Bunun üçün biz nə edirik həmişə? N bərabərdir int input. Bu bizim sayımızdır. Və boş siyahı götürürəm. Olsun A siyahısı. Və for i in range. Sıfırdan n-ə qədər n daxil deyil. N sayda dövr yaratmış olduq.
Hər dövrə girəndə isə a nöqtə append int input. Biz sizlə bu tipdən dəfələrlə işləmişik. Yəni n dənə elementi siyahıya yığmaq. Hər dövrə girəndə bizdən sanki dövrdə paraleloqram verib daxil etmək eləmirik. Ondan istəyir davamlı olaraq. Ədədlərimizi bir siyahıya yığdıq. İndi bu ədədlərin içərisindən 3 rəqəmli olanlarını seçib bir başqa yerə yığmaq lazımdır. Birbaşa çap eləyə bilmirəm, çünki məndən o ədədləri azdan çoxa düzməyimi istəyir. Mən onu çapda eləyə bilməyəcəm. Mən onu bir yerə yığıb orada düzməliyəm. Ona görə verirəm B siyahısı. Və A siyahısındakı 3 rəqəmləri B-yə yığacam. For I in A 3 rəqəmli olmasını bir neçə üsulla yoxlaya bilərik. Sətrə çevirib L-ni 3-ə bərabərdirsə elə də eləyə bilərik. Və yaxud yoxlayırsan ki, ən sadə yollardan biri. If ədədim 99-dan böyükdür və 1000-dən də kiçikdirsə, o zaman B nöqtə append i ədədini. Ən sonda isə həmin 3 rəqəmli ədədləri B nöqtə sort edirəm. Siyahını mən artan sıra ilə düzdüm. Artan sıra ilə düzəndən sonra onları alt-alta vermək üçün yenidən biraz yerləşmədi orada. For I in B. B siyahısından bir-bir o elementləri götürün, verim çapa. Print I. Hər dövrdə for I yazmağın heç bir ziyanı yoxdur. Onsuz da hər dəfə I təzələnir. Belə də yazmaq olar, mən bir başqa variantı da göstərə bilərəm sizə. Bayaq dediyim formadadır da burada. Bayaq dərsdə yazmışdım. I ədədini sətrə çevirib, sətrin uzunluğunun 3-ə bərabər olmasını yoxlayıram ki, 3 rəqəmlidirmi? 3 rəqəmlidirsə I ədədini əlavə edirəm, amma qalan hər şey eynidir onsuz da struktur olaraq. Və 30-cu sual. N bərabərdir input. Sətir daxil olunur. Sətirdə aralarında bir boşluq olmaqla sözlər var. Aralarında boşluq olmanı isə daha əvvəldə demişdim ki, bunu bizə elə-belə eşitdirmir. Split etməli olduğumuzu göstərməyə çalışır orada. Split elədik. Belə bir şey oldu da, yəni siyahı, siyahın içində dərslər bitir, lakin ürəklərimiz ayrılmır. Belə bir siyahı yaratdıq. Və sonra bir boş S sətri götürürəm. For I in N. Yəni, bu siyahının içərisindən bir-bir sözləri götür. Hər götürdüyün sözün S üstəgəl I. Sözləri yapışdır. Yox, həmin sözlərin hər birinin -1. Yəni, hər birinin axırıncı hərfi. Dərslərin -1, bitirin -1. Hər birinin -1-ci hərfini yapışdır və ən sonda çap et S sətrini. Və yaxud bunu birbaşa demişəm də, print end-lə də yaza bilərdiniz. For I-lə götürsün. For I in. Yəni, heç S-ə yığma. Birbaşa print I -1 yanaşı çap olunsunlar deyə end boş. Bərabərdir boş. Bu format. Bəlkə də kimsə belə yazıb, ona görə göstərdim. Və salam, bu da bizim bu iki sonuncu sınağımız idi. Sonuncu sınağımızın izahı idi. Ümid edirəm, izahım sizin üçün faydalı oldu.